İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini ona tay tutur. Onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. İnsanlar içinde Allah'tan başka varlıkları ona eşler tutanlar ve onları Allah'ı sever gibi sevenler vardır. Ancak inananlar Allah'ı en çok sevenlerdir. Kendilerine yazık edenler azabı görecekleri zaman anlayacakları gibi bütün gücün Allah'a ait bulunduğunu ve Allah'ın azabının pek çetin olduğunu keşke anlayabilselerdi.